Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sualımıza gəlir ki, 1904-cü ildə Antanta sazişinin imzalandığı ölkə. 1904-cü ildə təbii ki, İngilislərlə fransızlar arasında imzalanıb. Burada İngiltərə 3-də, İngiltərə 4-də, Fransa 3-də yerləşir. Deməli, burada 3-dən 4. Uyğun cavabımız B variantında verilib. Digər bir sualda İngiltərə burja inqilabının gedişində baş vermişdir. İngiltərə burja inqilabı baş verib 1640-cı ildə, yəni başlayır. Ölkənin respublika elan edilməsi, bunu götürə bilərik. İngiltərə burja inqilabı 53-ə qədər olan hadisə, yəni A variantı uyğundur. Deməli, konstitusiyanın qəbul edilməsi xeyr, bu dövrdə konstitusiya qəbul olunmadı. Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi 1603-dədir. Feodal qaydaların tamamilə ləğv edilməsi aid deyil. Aqrar çevrilişin başa çatması da respublika burja inqilabı dövrünə aid deyil. Deməli, uyğun cavabımız A variantı olacaqdır.